Deməli 25 nömrəli tapşırığa baxsaq, bizə verib uzunluğu 300 nanometr. Deməli lambda bərabərdir 300 nanometr. İşıq dalğasının iki nöqtə arasında məsafə, yəni delta D bərabərdir 50 nanometr. Bizə həmin nöqtələr arasında fazalar fərqini istəyir, yəni delta F-ni istəyir. Bizim delta F ilə bağlı düsturumuz belədir. Delta F bərabərdir 2 pi lambda 2 pi delta D bölünsün lambda. Buradan kəmiyyətləri yerinə yazsaq, deməli 2 pi delta D'miz 50'dir. Pi'miz də 3'dür, 300'dür. Deməli buradan pi bölünsün 3 alırıq. Cavab pi bölünsün 3 və burada da cavab D variantını vermiş olur.